arkadakı musiqi ilə musiqi qoymağı seçdim bu dəfə. Rusya ilə PlayStation 2 gərgin döyüşdəydik. Gəlin onun davamını eləyək. Türkiyə serimizin 3-cü ya da 4-cü bölümündəyik. Özüm də bilmirəm. Siz mənə önərilər verin. Deyin ki, necə elə, belə elə. Bu arada arkadakı ordular yavaşdan gəldi oraya qabağa. Qazanırıq yavaşdan. Hərəkət xalımız qutardı. Necə musiqilər qoymağımı da istəyə bilərsiniz. Funk qoyun, tarix qoyun. Azərbaycan olmasaydı baxmışdı. Yeah man. Buranı Azərbaycanla döyüşəcəm. Sağ olsun, solundan olsun. En yukarı çıxmağa çatmayacaq. Ya da çatacaq. İskandinaviyanı da almağı fikirləşirəm. Buradakı dəyərsiz bütün torpaqları alaq. Yəni dəyərsiz də olsa, yəni bizə torpaq açıqlığı verdi. Yəni hər türlü işimizə yaraya bilər də, yəni də. Görürsən Azərbaycan necə seçdi torpağı. Mən çox mükəmməl seçdiyimə inanıram. Azərbaycan da özünə uyğun alıb. Bəli, mükəmməl, bizə görə mükəmməldir. Və win. Yes. Çox oldu. Yəni mükəmməl bir qələbə qazandıq. Bu, yəni Azərbaycan bizdən özüm ölü. Ayda. Rədd edildi. Elə bildim, qəbul elədim. Yəni Azərbaycan olmasaydı bəlkə də udada bilərdik. Amma artıq olan oldu. Orduları yığırıq buraya. 3 milyona yaxın ordumuz var. Yəni mükəmməl bir qələbə, incredible bir qələbə. Bəli, mənfi 58 milyondayıq. Ona görə bütün dövlətlərin aramızda bu dəqiqə yaxşı tutmalıyıq. Bu dəqiqə bütün dövlətlərin aramızda yaxşı olmalıdır. Zəifi güclüsü zəifi. Yəni bir bizə belə üfləsi amma ilişdirməmək lazımdır. Bəli. Çox səhv bir şey elədik. Biraz bunları siləyim. Bunları silək. Azərbaycanı silməyək. Yox. Saçdım, sildim, nəsə. Neyəcək görək. Biraz bu səsini də azaldaq. Bəli, ordular hamısı yığılsın, hamısını ixlas eləyəcəm. Çünki çox pis mənfidəydi. Çox pis. Belə mənfi nə bilim, çox pis vəziyyətdəyim deyil. Neyəcək bilmirəm. Bugünkü hədəflərimizdən biri də artıq nədir onun adı? Enəcək. Sapoşov meyzəsində bura, yəni Ərəb yarımadasına və Afrikaya enəcəyik. İstəyirsə mən puluma müsbətə çıxana kimi videonu dayandırım. Sonra da qaldığımız yerdən davam edək. Bəli dostlar, pulumuz artıq müsbətə çıxdı. Çıxan kimi də çağırdım. Bu arada buna qərar verdim. Bütün Avropanı fəth edəcəyik. Bəli. Nə bilim, Osmanlı padişahlarının çox faizi, %50% Avropanı fəth edəməsi. Mustafa Kemal Atatürk, nə bilim, götür hansındansa, yəni hamısı, yəni kim istəməzdi ki, biz hamısını eləyəcəyik. Mənim baxdığım puldur. Azərbaycan nə qədər şey var idi? 5 milyon deyəsən, yenə 5 milyonda qaldı. Biz də 22 milyon idik, biraz artdıq. Yəni bu döyüşdən heç kim xeyirli çıxmadı, bilirsiniz. Yəni çox da bir ekonomimizi nə bilim şey sağladı. Nə bilim.
Və Qaradənizdə Rusların neçə ildən sonra axır işi öz xəyalları içərinə gerçəkləşdirdiyi, həyata keçirdiyi Qaradənizə enmə, isti sulara enmə xəyalını son qoydu. Artıq son Ukraynada qaldı. Ukraynada alacağıq özümüzə. Qaradənizi özümüz qol-qolumuza. Bu arada mən Japoniyanı müttəfiq almaq istəyirəm də. Adamlar söyürdək. Nə bilim. Artıq əsəbləşəcəm. Çini də alacağım, yəni girəcəm buna. Çin də zəif deyil, 4.2 milyon. Ya bu dəqiqə dünya 4-cüsüdür. Əhalisi çoxdur. Bir də Hindistan var idi. Hindistan. Ay, bu İran nədir? İran içimizdən keçəcək. İndi fikrim nədir? Fəthləri dayandırmaq. Bugün yatırımlara önəm verəcəyim. Videonun başlığından da görmüşdünüz. Nəsə diskəmə çox bir şey verməyim. Amma mən bu Avstriyanı alacağım kimsə almadan. Azərbaycana yol açmaq istəyirəm. Ona görə buradan da orada basmaq lazımdır. Amma neyəcəyik bizi? Bəli, neyəcəyik? Ahali basmağa da qorxuram. Bir 30 milyon eləyək ekonomimizi. Hərəkat. Japoniya özüm ölüm. Hədəflərimdən birində əlavə eləyirəm yanına. Japoniya fəth eləyəcək. Sənə yaxınlaşan birinə sən necə söyərsən? Necə dünya bilirsən? Japoniya gözdə sənə. Yox eləyəcəm sənə. Peşman eləyəcəm sənə, peşman. Keşke buralarda olsaydı. Ama bu arada yəni heç nə olmaz, yəni oralarda almasaq da olar. Biraz pul yığaq tez bir şəkildə, tez pul yığmaq lazımdır, yoxsa biz bu işin altından çıxamayacağıq. Buna da verək. Pul gəlmir. Niyə? Hamısı otomatik olaraq xeyir edir. Boş ver, təzə aldığımız Rus torpaqlarından basaq biraz. Biraz yenilməz, yəni qabağında heç kimi dayana bilməyəcək bir ordu yetişdirmək istəyirəm, amma belə görürəm ki, çox da yetişdirəməyəcəm. Çin almaq lazımdır, deyəsən. Araşdırma eləmək lazımdır, bax. Araşdırma, Avstriyanı da alım, araşdırma eləyəcəm. Bax, hərəkat planımız da artıq yavaşdan çoxaldı. Çünki biz almasaq, başqaları alacaq. Bu arada hamısını yəni verəcəm Azərbaycana, heç bir şübhəmiz olmasın. Avstriya Azərbaycan qədər güclüdür. Bu arada Finlandiya neynədir? Letoniya ilə Finlandiya. Comeback atıb Letoniya. Çox başqa bir hal oldu. Neynəyəcəyik biz? Biz bu dünyanın halını necə dünyaya barış gətirəcəyik? Bu arada musiqi növlərimiz də var. Yəni mən elə belə random açdım, amma varsa nərviz deyin. Neynəyəcəyik? Pul yığacağıq, araşdırmaya verəcəyik. Azərbaycanla aramızı yaxşı tuturuq, ümid eləyirəm ki. Bəli. Sənə bu arada 1 milyon ekonomi var orada. Birinci bunu eləyək. Azərbaycana belə bir şey verək də. Çünki onun Azərbaycanın almasını istəyirəm. Özü alacaq. Mən heç bir qorxdum, elə bildim Azərbaycana haqqa. Nəsə də boş verin. Azərbaycanı çağırıram, onaylayıram. Nə oldu la? Onayla. Mən heç bir şey eləməyəcəm. Başladıq. Azərbaycan eləyərsən. Ötdürə. Azərbaycan'a comeback gəlir. Azərbaycan. Nə oluyor? Azərbaycan. Allah Hollanda kimdir? O vıztırız olan. Belə üfləmə olan. Udmuş deyə biri onu. Hollanda özüm alacağım. Siz ahali basın bu arada. Ahali de yoktu ki.
ordu basa bilmirəm, ordu. Mesela bu son ordu basışım olacaq. Vergi gəlir, nə bir vergi gəlir, nə bir. Buraya ordular buraya, ordular dağı çox yəni ayağım bir-birinə gir dağı. Bu arada 20 dəqiqəyə çəkməyi də fikirləşmirəm deyil. Amma qısaltmağı da fikirləşmirəm. Hollandiya sən nə? Bu arada Azərbaycan orada gətirəsən bəlkə. Kömək eləməyəcəm bax. Ayda 5 milyon ordunun hamısını çaşıb oraya yıxdım mən. Nətər adamım yəni? Yarım milyon göndər ora. Tez. Mənfiyə düşdük yenə. Yəni düşməmişik, yəni gəlirimiz mənfilədir. Əskəri, ordu tuta bilmirik özüm ölümü. Bu arada, qomenasa yəni, brat. Sənə də savaş elan edirəm. Azərbaycanı çağıram, Hollanda çağırıram. Bu dəfə Azərbaycan bunların içindən keçəcək. Gözləmədikləri bir anda. Əydə, bunlarda da atom bombası var. Bizdə bir dənə olmadı da. Ya atom bombası bizdə yoxdur da özüm ölməyim. Oy desək, bəlkə biz atom bombası eləyə bildik. Eləyə bilirmişik. Yox, eləyəmirmiş. O ordu neydi? O ordu neydi? O ordu neydi? O ordu neydi? Gəlirəm Azərbaycan. Calm down. Aldık baba, rahat ol. İçimizden geçtiler. Bir tane ver. Niye? Biraz şişmiştim. 221 mi? Sen de buraya. Eləyə bilərik. Və Hollanda'da düşmür. Hollanda ömür boyu düşməyib də. Belə bir rəqib olublar da onlar. Və finish it off. O neydi? İsveçrə. Sən ne oldu bu? Ya o İsveçrə. Yaxşı adamsan. Görüşürüz olmuşsun belə. Azərbaycana var ya qordu basıyor. İsveçrə kimdir? Onu tanıyırsınız o İsveçrəni. Mən tanımıram şəxsən o İsveçrəni. Azərbaycan gəl. Məsələnirsən Azərbaycan torpaq verəcəkdim sənə. Ayda. Özün bil. Mən sənə torpaq verən deyiləm. Gələrdim torpağı da qazanardım. Bunu sana vereceğim Azerbaycan. Buna gelmezsen sana vereceğim. Gelmedik vereceğim. Yaxşı, alım verərəm, ağlama. Sən də biraz güclənmək lazım. Bu arada verən də öyle. Yani biz bu Viyana üçün bütün Avropa orada yığmışdıq. Yani bu arada İstanbul'u başkent eləməyə fikirləşirəm. Amma eləməyək. Çünki Türk olaraq oynuyoruz. Bu arada faşist olacağım. Bəli. Biraz əl versə dövlətimiz faşist olacağım. Referandum keçirəcəm. Post paylaşabilirsem post paylaşacağım. Faşist demokratik cumhuriyet. Faşizm olsa dönmüş ya biz. Yəni də qalaq qalmayaq məsələsində. Cumhuriyet, demokrasi nəsə də bunların arasında gəlib. Bəlkə də qəbul olmaq istədiniz. Nə bilirsiniz, qəbulə də qoyalım. Bu arada Azərbaycan, sənə də buradakı torpaqları vereyim. Yəni bu arada bunu verməyimin səbəbi
Yəni çox kömək elədin Rusiya ilə döyüşdə. Bax, buranı verəcəm. Bu ikisini verəcəm. Bəsindir də bu qədər. Viyana verəndə öləm mən. Bu qədər bəsindir, bax bu qədər. Yaxşı, bu ikisini də verim, polnu bəsindir, pol. Bunu da verim, bəsindir, 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 bəsindir. Çox da şey eləməsin. Bax, gördün, Viyana bizdə qalsın. 9.7 milyon. Bir də məndən sənə olsun, ala bunu. Qoy cibvə xərcləyərsən. O da məndən sənə olsun, yəni başa üstündə. Bu arada Hollanda'da ne ekonomi varmış? 35 milyona çıxdıq ya, 30 milyondan. 30 milyon ekonomimiz var idi da bizim. Mən elə bilirəm ya, səhv bilmirəm. 1 milyon ordumuz var, ailemiz var və girdik Suudi Ərəbistana. Oydu 3 milyon. Biraz da buralardan istifadə edək, deyil mi? Qalanına da yəni liman inşa edək. Liman həqiqətən çox şey yarayır bu arada. Liman yəni həyat qurtarır. Liman tikin, həyat qurtarır. Nəsə çox da şey eləməyək. Boşlarına qoyduğumuz. Bunları basaq bu arada bu qədər rahat olun. Çünki onsuz da araşdırma eləyəndə babat şey eləyəcəklər. Gəlir qazanacaq. Da bundan sonra pul xərcləməyəcəm, pul yığacam. Bu da Japonya ilə aramıza baxaq. İranla aramızı yaxşı tutmaq lazımdır. Olmaz, belə olmaz. Azərbaycanla aramızı yaxşı tutmalıyıq, o ayrı bir məsələ. Japonya, əgər mənə söyməmisənsə, səndən ilişkiyə gəlişmək, biz açığıq, biz şəxsən. Səni, bir də bu Azərbaycanı tapım, Azərbaycan. İranı da çağırıram. Azərbaycanı da çağırıram. Biz dost olmaq istəyirik. Şunu bu arada Misirə girək birinciyə məncə. Məncə birinci Misirə girək. Yox, Misiri orada basaq Misirə girək. Diplomatik sirfədə o deyildi. 3 milyon orada bəs eləyər. Məncə bəs eləməz yəni. Yəni məncə 3 milyon bilmirəm. Bu 6 milyon ekonomisi yox idi. 6.3 milyon. Bir 4 milyon basmaq lazımdır rahat. 4 milyon da bastıq. Girmək istəmirdim edən nəsə girəydi. İndi orduları burada. Polnu bəst. Neyinirik? Birinci buralara ordumuzu qoyuruq. Bu Süveyş kanalının burasında şey deyəcək. Savunma xətti, savunma. Tez. Ve şey biraz. Tabii mən necə başa düşülür amma belə. 4 turluq Azərbaycan can ciyərim oydu. Azərbaycan da ondan arası çox yaxşıymış. Gələcək görəsən. 2 1 0. Azərbaycan gəldimi? Gəldimi? Həvəslənmişdim. Neyse. Çox vecimə də olsun. Bu arada burada şortlar bilirəm heç bir şey yaramayacaq çox da. Amma ehtiyata qoydum ben. Ayda Misirin də atom bombası var. Bilməm bizim yoxdur. Ama orada ordularını gördünüz əritdi. Burada qoyaq ordular, ordu. Hoppa, elə bildim ki 20 dəqiqə oldu amma olmuyor. Tez 20 dəqiqə tutarmadan bir dənə ələ keçirək bunu. Oyda. Kaş Azərbaycan gəlsəydi. Oy. Misir sən nəsən Misir sən nəsən? Wow. Kahirəyə getmək lazımdır. Buradan birbaşa Kahirəyə yollayacağım. Yara getsin. Bir anlıq sevinmişdim. Elə bildim şey gəlib. Nədir onadır?
Azərbaycan gəlib. Gözlərimdən yaş axır. Bizim Azərbaycan gəlmiş. Azərbaycan gəlib. Azərbaycan sana torpaq verəcəm. Canım hissəsi sənindir. Nil nəhrini özümə götürəcəm. Azərbaycan çoxunu özümə alacam. Qalan bir şey, 2 şey olsa verərəm də sənə. Nineci. Oyda bax, burada çox ordu var. Burada çox ordu var. Göndər bunu, biraz bunu yay. Bunu belə elə. Biraz da burada ordu bas. Sözləşməli asker. 79 min bas. Şeyi də xərcləmək istəmirəm. Pulu. Araşdırma yatırım eləməyə fikirləşirəm. Misrin %90'ını mən alacağım. Çünki bu arada Kahirəni də alacağım. Bu məscidin adı nə idi bilmirəm. Burada bir dənə məscid var idi. Mətcə nə bilim də nədirsə onu alacağıq. Özümüzü xilafət elan eləyəcəyik. Bilirsiniz Məmlük Sultanlığında o əvvəl olanda özünü xilafət elan eləmişdi. Artıq oranın duyumlar aldığımıza görə oranı yaxşı idarə eləmirlərmiş. Misirlə də barış anlaşmasını imzalayıb onu alacağıq və sonra da videonu bitirəcəyik. Yəni Misir alacağıq birinci olaraq. Süveyş kanalı mənimdir, İsrail mənimdir, Nineciyindir. Bütün şimal hissəsi mənimdir. Bütün Nil nəhri mənimdir. Qalanı da Azərbaycana verək. Buranı da götür, qalan buranı da al. Qalan Azərbaycanlı olsun. Bunu da ver bir dənə Azərbaycan. Bu ikisini də ver. Bax gör nə qəşəng oldu. Qalanı da Azərbaycana verək. Torpaq yenə də olsun. Bəli, buradakı videomuzun da sonuna gəlirik. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək izləməyə davam edin. Bay bay.